Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyə öncə kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Xətayidə, Sevgi Parkın yaxınlığında, Xətai metrosundan piyada 8-9 dəqiqəlik maksimum məsafədədir. Yeni tikili binada, yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış çox geniş 4 otaqlı mənzildir. İndi mən mənzildə olan bütün hər şeyi, hər bir detalını sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda solda dekor güzgü yığılıb divarda. Sağ tərəfdə isə divar içi qardırop mebelimiz yığılıb. Gəlin içərisini göstərim. Dərinlik də yaxşıdır. Əşya, paltar, ayaqqabı, hər bir şeyi tam rahat yerləşdirmək imkanınız var. Girişdə döşəmə qranitdir. İsti döşəmə ilə təchiz olunub. Otaqların yerləşməsini sizin nəzərə çatdırım. Girişdən gəldikdə solda artıq görürüz mənzilin qonaq otağıdır. Yanında mətbəxi. Burada yataq otağı, digər 2 yataq otağı orada. Burada isə sanitar qovşağı və çamaşırxanası yerləşir. Gəlin də başlayaq qonaq otağından. Mən bir-bir bütün hər şeyi sizə göstərim. Buradan daxil oluruq mənzilin qonaq otağına. Çox geniş kvadrat şəklində qonaq otağımız var. Yəni təxmini 35-38 kvadrat olar, bəlkə biraz da artıqdır. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Nəyimiz var burada? Mərkəzdə böyük, gözəl lüstrumuz var. İşıqlandırmada istifadə olunub, eyni zamanda buralar yerləşdirilib. Gizli işıq, hər bir şey hazırdır. 2 pəncərə var. Buradan mənzilin eyvanına da çıxış var. Stil sistemi kombidir. Radiatorlar da qoyulub, hamısı hazırdır. Divarda gözəl lefqə işləmələri görürsünüz. Və burada TV, internet çıxış. Burada nəzərə alınıb bu hissəyə mebel, istənilən ölçülü mebel dəstini tam rahat yerləşdirə bilərsiniz. Çünki dediyim kimi həm kvadrat şəklindədir, ölçüsü də çox böyükdür. Bu hissədən də qarşısı açıqdır. Park tərəfə, park istiqamətində baxır. Keçək, vaxt itirmədən mən sizə göstərim digər otaqlara. Buradan keçirik mənzilin mətbəxinə. Mətbəximiz də çox geniş ölçüyə malikdir. Yəni ümumilikdə mənzilin özü böyük ölçülü mənzildə 179 kvadrat ölçüsü var. Ona uyğun olaraq da otaqlar genişdir, işıqlıdır. Bura dediyim kimi gözəl mətbəximizdir. Artıq genişliyi yəqin ki hiss elədiniz videodan bu hissəyə 4-6 nəfərlik masanı tam rahatlıqla yerləşdirə bilərsiniz. Kondisioner yeri qoyulub hazırdır. Tavan hissəni göstərim. Böyük lüstrumuz, gizli işıq spotlar, bunlar da hamısı qoyulub hazırdır. Yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimi yığılıb. O hissədə yuxarı hissələr hamısı şkafdır. Gəlin nümunə kimi dərinliyi göstərim. Yəni təsəvvür yaransın. Üstü mərmərdir. Qaz peçi, aspirator qoyulub hazırdır. Qabiyan üçün. Burada soyucunun yeri. Burada nəzərə alınıb. Pərdəmiz asılı. Burada da balaca bir eyvanımız var. Dediyim kimi stil sistemi kombidir. Aparat da qoyulub tam hazır vəziyyətdədir və onu qeyd edim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib və burada döşəməsi qranitdir. Mən sizə keçək göstərim girişdə bu hissədə yerləşən mənzilin sanitar qovşağını. Mənzil ümumilikdə zövqlə təmir olunub, gözü yormayan bir mənzildir, rənglər də ona uyğun seçilib. İnşallah bunu canlı baxanda da şahid olacaqsınız. Sanitar qovşaq ümumi olandır. İçərisi də çox genişdir. Duş kabinimiz yığılıb. Bütün aksesuarlar da hamısı qoyulub hazırdır. Divar içi unitazımız. Yuxarı hissəsində əşyalar qoymaq üçün şkaflarımız da yığılıb. Hamısı hazır vəziyyətdə. Burada isə mənzilin, belə deyim, çamaşırxanası yerləşir. Yəni paltaryan üçün yer burada nəzərə alınıb. O hissədə üst hissəsi mərmərdir. Şkaf da yığılıb, tam hazır vəziyyətdədir. Buradan keçib mən sizə göstərim mənzilin əsas yataq otağını. Dediyim kimi daxil oluruq mənzilin əsas yataq otağına. Buranı göstərim ümumilikdə sizə. Gözəl də təmir var mənzilin, bayaq qeyd etdim. Burada mən sizə nəzərdə çatdırım yerləşməni. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb, buralar yerləşdirilib. Tavan hissəni göstərim, lüstur, spot. Yenə kondisioner yeri qoyulub hazırdır. TV internet çıxış isə burada nəzərə alınıb. Bu yataq otağının daxilində deməli nəyimiz var? Bura qardırop otağıdır. Daxil olduqda sağ və sol tərəflərdə şkaflar yığılıb. Göstərim içərisində.
Yəni paltar, ayaqqabı istənilən əşyanızı yerləşdirmək üçün yerlər nəzərə alınıb. Əlavə olaraq yenə bu hissələrdə də, yəni bunlar da şkafdır. Yəni mənzildə əşya yerləşdirmək üçün kifayət qədər yeriniz var. Bu barədə narahat olmağa dəyməz. Bura isə bu yataq otağının daxilində yerləşən sanitar qovşaqdır. İçərisi də çox genişdir. Ümumiyyətlə sanitar qovşaqların hamısı geniş ölçüyə malikdir. Görürsünüz burada duş kabinimiz yığılıb. Bütün aksesuarlar da qoyulub hazırdır. Divar içi unitaz, yenə şkafımız. Bu hissədən də göstərim. Gözəl də maydadırımız yerləşdirilib burada. Yəni mənzil çox gözəl mənzildir. Mən bəyəndim. İnşallah ki siz də bəyənəcəksiniz. Mən buradan göstərim sizə mənzilin ikinci yataq otağını. Buradan isə daxil oluruq mənzilin ikinci yataq otağına. Yəni otaqlarda təmir aşağı-yuxarı eynidir. Cüzi fərqliliklər var. Onlar da nədəndir? Məsəl üçün lüstrlarda fərqliliklər var. Burada gözəl lüstrumuz var. Yerləşmə belədir. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb bu hissədə divar içi şkafımız yığılıb. Əşyalarınızı yerləşdirmək üçün pərdə asılıb. Yəni hər bir şey tam hazır vəziyyətdədir. TV, internet çıxışı görürsünüz. Keçək mən sizə üçüncü yataq otağını göstərim. Sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Bura isə dediyim kimi mənzilimizin üçüncü yataq otağıdır. Kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Ümumi göstərim təmirini. Burada deməli tam axıra kimi şkafımız yığılıb. Divar içi içərisində göstərim. Dərinlikdə çox yaxşıdır. Və burada yerləşmə belədir. Taxtın yeri bu tərəfdə nəzərə alınıb. Belə mən demək olar hər şey isə göstərdim. Mənzilə məlumatdan bir daha deyim. Yerləşir Xətayda, Sevgi Parkının yanında. Xətay metrosundan piyada 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 4 otaqlı mənzildir. Yel çəkəndir, yəni skvazoy mənzildir. Həm yola, həm həyətə baxır. Ölçüsü 179 kvadratdır. 11-ci mərtəbədə yerləşir. Sənədlər də qaydasındadır. Çıxarışı, yəni kupçası da var və mənzilin start olaraq qiyməti 620.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.